sodası xəmirin şişməsinə necə səbəb olur? Ləvazimatı çay sodası, sınaq şüşəsi, ştativ, boru ilə təchiz edilmiş tıxac, Yavaş. spirt lampası. Bax, çay sodamız, sınaq şüşəmiz, şar birbaşa tıxaca bərkidilibdir. Bəli. Bu da ki, dəmir ştativimiz, maddələrimiz. Aha. Spirt lampası, kimyəvi stəkan, rezin şar, Bəli. məlumat, addım 1. Çay sodasından bir qədər sınaq şüşəsinə tökün. Sınaq şüşəsini üfüqi vəziyyətdə ştativə bərkidin. Gözləyirik zəhmət olmasa. Aha, sınaq şüşəsinə əlavə elədik. Tıxacı. Ehtiyac yoxdur mənim, kifayət edir. Bu tərəfdən. Yalan. Yox, necə? Bu dəmrəqsə o tərəfdən. Biraz aşağı elədik. Belki de. Kifayət. Oxu qızım. Sınaq şüşəsini üfüqi vəziyyətdə ştativə bərkidin və ona boru ilə təchiz edilmiş tıxac keçirin. Borunun ucuna rezin şar keçirib, əlinizlə möhkəm saxlayın. Biz artıq onu rezinlə bağlamışıq. Əlimizlə tutmağa ehtiyac yoxdur. Davam eləyək. Addım 2. Spirt lampası ilə sınaq şüşəsinin maddə olan hissəsini qızdırın və müşahidə aparın. Gəlin aparaq. Uşaqlar, nə müşahidə olunur? Şar şişir. Aha. Nə müşahidə edirik uşaqlar? Şar şişir. Çay sodası tərkibində olan, sınaq şüşəsinin içərisində olan çay sodası neyinir? Temperaturun təsirində parçalanır. Karbon qazı, su, bir də natrium karbonatı. Sınaq şüşəsinin divarında nə müşahidə edirsiniz uşaqlar? Aha, su damlaları. Mənim dediyim kimi, çay sodası qızdırdıqda parçalanır, su damlaları əmələ gəlir, karbon qazı, şar şişdi. Nəyin sayəsində? Çay sodası. Çay sodası parçalandı, nə alındı dedik? Karbon qazı. Bəli, karbon qazı, karbon qazın formulunu kim gəlib yazar lövhəyə? Gəl Aytaç. Zaman ilerledikçe nə müşahidə edirik uşaqlar? Şar artıq şişir. Aferin. Aferin kızım. Karbon gazının formulunu bildik. Suyun formulunu kim gəlib yazar? Gəl. Natrium karbonatın formulunu kim gəlib yazar uşaqlar? Gəl. Gəl Zəhra qızım. Şar şişir. Müşahidə edirik. Şar necə? Biraz da böyür ölçüsü getdikcə.